Bura Azərbaycandır. Bakı vaxtı ilə saat 9:00. Azərbaycan televiziyasının efirində ASTV xəbəri izləyirsiniz. Xəbərlərin 9 buraxılışını Leyla Cavad təqdim edir. Sabahınız xeyir, hörmətli tamaşaçılar. Azərbaycan televiziyasında xəbərlərin vaxtıdır. Azərbaycan ordusunun parlaq tarixi qələbələrindən olan şanlı aprel döyüşlərindən 10 il ötür. 2016-cı il aprelin 1-dən 2-sinə keçən gecə Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısını almaq üçün hərbi əməliyyata başlayıb və cavab olaraq uğurlu əks həmlə əməliyyatı həyata keçirilib. 4 gün ərzində Azərbaycan Milli Ordusunun bölmələri tərəfindən yerinə yetirilən adekvat cavab tədbirləri nəticəsində düşmən ağır məğlubiyyətə uğrayıb. Ermənistan silahlı birləşmələrinin işğalı altında olan Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının 2000 hektardan çox ərazisi azad edilib. Minlərlə hektar strateji əhəmiyyətli ərazi Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altına keçib. Prezident İlham Əliyev aprel döyüşlərini dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbə adlandırıb. 10 il əvvəl Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əks həmlə əməliyyatı Azərbaycan dövləti və xalqı üçün möhtəşəm zəfərə gedən yolun başlanğıcı olub. ...1993-cü ilin bugünü Kəlbəcər rayonunun işğal edildiyi günü idi. 33 il əvvəl aprelin 2-sində Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində 500-dən çox insan həlak oldu. 300-dən artıq sakin, itkin düşdü, girov götürüldü. 150-yə yaxın kənd talan edildi. Onlarla tarixi mədəniyyət abidələrimiz dağıdıldı. Lakin 44 günlük vətən müharibəsində əldə etdiyimiz böyük zəfər nəticəsində Kəlbəcər də azadlığına qovuşdu. Bugün Kəlbəcər həyatın, dirçəlişin, inamın simvoludur. Rayon sanki nəhəng tikinti meydançasını xatırladır. Burada geniş quruculuq işləri aparılır. Yenidən canlanan Kəlbəcər öz sakinlərinə qovuşur. Yeri gəlmişkən bugün daha 27 ailə Kəlbəcərə qayıdır. Onlar doğma torpaqlarında yeni inşa edilmiş fərdi yaşayış evləri ilə təmin edilirlər. Kəlbəcərdə müasir infrastruktur qurulub, əhali üçün bütün zəruri şərait yaradılıb. Xarici xəbərlərlə davam edirik. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump Ağ Evdən xalqa televiziya ilə müraciətində İrandakı hərbi əməliyyatlarla bağlı mühüm mesajlar verib. Trump bildirib ki, Tehran onlarla razılaşma əldə etməkdən imtina edərsə, ABŞ İranın elektrik stansiyalarını və neft infrastrukturunu məhv etməyə hazırdır. O, ABŞ-nin İranın yeni rəhbərliyi ilə razılığa gəlməyə çalışdığını da qeyd edib. Trump həmçinin ABŞ-nin İrana qarşı əməliyyatın əsas məqsədlərinə çatmaq üzrə olduğunu deyib. O, ölkəsinin yaxın şərqdə neftə ehtiyacının olmadığını bəyan edib. Bu arada İranın ali rəhbəri Ayətullah Müçtəba Xameneyi ölkəsinin siyasətinin dəyişməz olduğunu bəyan edib. O, bu barədə X hesabında paylaşım edib. İran cəmiyyəti ABŞ diplomatiyasına inamsızlıq fonunda ABŞ ilə danışıqların aparılması imkanını müzakirə etməyə hazır deyil. Bunu isə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai Misir mediasına müsahibəsində bildirib. Onun sözlərinə görə İran xalqı 2025-ci ilin iyun və 2026-cı ilin fevral aylarında keçirilmiş əvvəlki danışıqlar raundlarının nəticələrini xatırlayır. İran İsrailin mərkəzi hissəsinə 10-a yaxın ballistik raket atıb. Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb. Bu, müharibə başlayandan indiyədək İsrailə qarşı ən böyük raket hücumlarından biri hesab edilir. Zərər çəkənlər barədə hələ ki məlumat açıqlanmayıb.
Hərbi əməliyyatlarda Amerika Birləşmiş Ştatları ordusunun itirdiyi MQ-9 Reaper pualarının sayı isə 15'e çatıb. Bu barədə CBS News telekanalı məlumat yayıb. Qeyd olunub ki, sözü gedən puanın bir ədədinin qiyməti təxminən 30 milyon dollardır. Təkcə bu puaların vurulması ilə Amerika Birləşmiş Ştatları ordusuna dəyən zərər təxminən 450 milyon dollar hesablanıb. Küveytin hava hücumundan müdafiə sistemləri son 2 gündə ölkənin hava sahəsinə daxil olan 3 ballistik raketi və 17 pilotsuz uçuş aparatını zərərsizləşdirib. Bununla bağlı Küveyt Müdafiə Nazirliyi bəyanat yayıb. Müdafiə Nazirliyinin sözcüsü Səud Əl-Atvan bildirib ki, İranın Əl-Küveyt Beynəlxalq Hava Limanındakı yanacaq anbarını hədəf alması nəticəsində baş verən yanğın söndürülüb. Bundan başqa səmada zərərsizləşdirilmiş raketin qəlpələri yaşayış binasına düşüb. Xəsarət alanlar olmayıb. İsrailin Livana hava hücumları nəticəsində indiyə qədər 1318 nəfər ölüb. Bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə martın 2-sindən hücumlar başlayandan bəri xəsarət alanların sayı isə 4000 nəfərə çatır. Qeyd edək ki, İsrail Livanda Hizbullaha qarşı hava və quru əməliyyatları keçirir, mütəmadi toqquşmalar baş verir. Hörmüz boğazında təxminən 400 müxtəlif növ gəmi qalıb. Bu barədə Mehr xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, gəmilər Hörmüz boğazından kənarda və ya bir neçə İran adasının yaxınlığında lövbər salıb. Agentlik qeyd edir ki, onların hamısı boğazdan keçmək üçün İranın icazəsini gözləyirlər. Dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən 1,4 milyard avro Ukraynaya veriləcək. Bu barədə Avropa Komissiyasının prezidenti Ursula von der Leyen öz X hesabında açıqlama verib. Bu 1,4 milyard avro ən çox ehtiyac duyulan yerlərə yönəldiləcək. Bunlar Ukrayna dövlətini dəstəkləmək, vacib dövlət xidmətlərini qorumaq və cəsur Ukrayna silahlı qüvvələrini dəstəkləməkdir. Ukraynanın qələbəsinə və azadlığına olan sadiqliyimiz sarsılmazdır deyə diplomat yazıb. Qeyd edək ki, müharibənin başlanğıcından bəri Avropa Birliyi Ukraynaya 69,7 milyard avrosu hərbi yardım olmaqla ümumilikdə 194,9 milyard avro dəstək göndərib. İndoneziyada 7,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Manado şəhərindən 163 kilometr şərqdə qeydə alınıb. Avropa Aralıq Dənizi Seysmoloji Mərkəzinin məlumatına görə zəlzələdən sonra tsunami baş verib. Təbii fəlakət azı bir nəfərin həyatına son qoyub. Yaşayış evlərində dağıntılar qeydə alınıb. Amerika Birləşmiş Ştatları Artemis 2 missiyası çərçivəsində 1972-ci ildən sonra ilk dəfə olaraq 4 astronavtı daşıyan pilotlu kosmik gəmini Ay istiqamətində buraxıb. Orion kosmik gəmisini daşıyan raket Floridadan uğurla start götürüb. Yer peyki ətrafında planlaşdırılan uçuşun təxminən 10 gün davam edəcəyi gözlənilir. Ekspertiziya astronavtların indiyədək insan üçün əlçatmaz sayılan uzaq kosmik məsafəyə çıxmasına imkan verəcək. Ölkə gündəmi ilə davam edirik. Bugün Türk Dövlətləri Təşkilatının hökumət başçılarının vitse-prezidentinin Bakıda ikinci görüşü keçiriləcək. Görüşdə iştirak etmək üçün Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ölkəmizə səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın Elm və Təhsil naziri Emin Əmrullayev, Xarici İşlər Nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar. İndi isə hava haqqında bugün Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Temperatur 14-18 dərəcə təşkil edəcək. Bölgələrdə havanın əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı ehtimalı var. Temperatur gecə 20-25 dərəcə isti olacaq. Hörmətli tamaşaçılar, indi isə efirimizi ölkədə və dünyada baş verən ən son yenilikləri ilə ASTV İqtisadiyyat davam etdirir.
Bu ilin 2 ayında Azərbaycan və Türk dövlətləri arasında ticarət dövriyyəsi 1 milyard 32 milyon dollar olub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə ölkəmizin Türk dövlətləri ilə ticarət dövriyyəsində ilk üçlükdə Türkiyə, Qazaxıstan və Özbəkistan qərarlaşıb. Türkiyə ilə ticarət dövriyyəsinin dəyəri 877 milyon 117 min dollar təşkil edib. Qazaxıstan ilə ticarət dövriyyəsinin dəyəri 65 milyon 557 min, Özbəkistan ilə 58 milyon 660 min dollar olub. Avropa İttifaqı enerji təchizatı mənbələrinin şaxələndirilməsini davam etdirərək Azərbaycan, eləcə də Amerika Birləşmiş Ştatları, Norveç, Əlcəzair və Kanadadan tədarükləri artırır. Bunu energetika üzrə Avropa komissarı Dan Jorgensen bildirib. Deyib ki, söhbət uzunmüddətli müqavilələrdən getdiyindən bu idxalçı ölkələr üçün üstünlük ola bilər. Onun sözlərinə görə Avropa İttifaqı artıq Rusiya qazından asılılığı 45%-dən təxminən 10%-ə qədər azaldıb və bu göstərici getdikcə sıfıra endiriləcək. SOCAR Misirə maliyyələşdirilmiş təbii qaz satacaq. Bu, SOCAR ilə Misirin Dövlət Neft Korporasiyası arasında əməkdaşlığa dair imzalanan çərçivə sazişi əsasında baş tutacaq. Saziş əməkdaşlığın daha da genişləndirilməsinə şərait yaradacaq və müxtəlif sahələrdə investisiya və ticarət imkanlarını da artıracaq. Misirin Dövlət Neft Korporasiyasının icraçı direktoru Salah Əbdülkərim deyib ki, SOCAR-ın Misirdə kəşfiyyat və hasilat sahələrində aktiv iştirakı da dəstəklənir. ABŞ-nin İrana qarşı əməliyyatlarının başlanmasından sonra Avropa İttifaqında təbii qaz bahalaşıb. Bu barədə Avropa Komissiyasının Enerji Komissarlığından məlumat açıqlanıb. Məlumata görə mart ayından bəri Avropada qazın qiyməti 70, neftin qiyməti isə 60% artıb. Enerji resurslarının alınması üzrə əlavə xərclər 14 milyard avro təşkil edib. Əlavə olunub ki, böhran qısa müddətli deyil, İranla sülh əldə olunsa belə regionun infrastrukturu artıq zərər görüb. Dünya Bankı orta dəhliz üzrə Türkiyədə dəmir yolu layihəsinə yüksək məbləğdə kreditin ayrılmasını təsdiqləyib. Bankın məlumatına görə İstanbul boğazı üzərindən dəmir yolu əlaqəsinin inkişafına və Türkiyənin Avropa, Asiya və Yaxın Şərq arasında əsas logistika qovşağı kimi rolunun gücləndirilməsinə yönəlmiş layihənin həyata keçirilməsi üçün 2 milyard dollar məbləğində kredit ayırıb. Qazaxıstanda elektrik enerjisinə artan tələbatın ödənilməsi məqsədi ilə 8 yeni elektrik stansiyasının tikintisi planlaşdırılır. Ölkənin Energetika Nazirliyinin məlumatına görə 2030-cu ilə qədər 7,8 gigavat həcmində yeni və yenilənmiş güclərin istismara verilməsi planlaşdırılır. Bu 8 yeni elektrik stansiyanın tikintisini və 11 mövcud stansiyanın modernləşdirilməsini əhatə edir. Bugünə qədər Aqrar Kredit və İnkişaf Agentliyi 2025-2026-cı əkin ili üzrə payızlıq əkinlər və payızda əkilən çoxillik əkmələr üzrə ümumlikdə 277.825 fermerə 810 hektar sahə üzrə əkin subsidiyası ödəyib. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə hazırda payızlıq əkinlər üzrə məlumatların və torpaq sənədlərinin yoxlanılması prosesi davam edir. Monitorinqləri başa çatan və tələb olunan sənədləri sistemə daxil edən fermerlərin ödənişləri mərhələli qaydada aparılır. Subsidiyaların ödənişi davam edəcək. Azərbaycanda halal turizm xidmətləri ümumi tələblər dövlət standartı qəbul edilib. Anti-inhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən verilən məlumata görə yeni standart yerləşmə vasitələri, tur paketləri, turist bələdçiləri və halal turizmə dair digər turizm xidmətlərini əhatə edəcək. Səyahətçilər üçün nəzərdə tutulmuş halal turizm obyektlərində təqdim olunan məhsul və xidmətlərin idarə olunmasına dair əsas prinsipləri və tələbləri müəyyən edir. Standartların tətbiq edilməsində məqsəd turizm sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların halal xidmətlərin effektiv idarə olunması bacarığının gücləndirilməsi və İslam qaydalarına uyğun turizm məhsul və xidmətlərinin təqdim edilməsi, həmçinin müştəri tələblərinin qarşılanması və bununla da müştəri məmnuniyyətinin artırılmasıdır.